Bu videonu çəkəndə sanki illər əvvəlki özümlə qarşılaşmış kimi hiss edirəm. O vaxtki mən ilə bugünkü mən. Bəzən insan dayanıb keçmişinə baxır və düşünür, görəsən bu yola necə gəldim? 2018-ci ilin 8 mart günü mən fabrik şirkətində qeydiyyatdan keçdim. Açığı o gün bunun həyatının necə dəyişəcəyini heç təsəvvür etmirdim. O vaxt mən sadəcə bir evdar xanımı idim. Nə gəlirim var idi, nə də arxamda dayanan bir dəstəyim. Amma bir şey var idi, özümə olan inan. O gün sadəcə bir addım atdım. Bəlkə də bilmədən özümə ən gözəl hədiyyəni etdim. Bir biznes hədiyyə etdim. İndi isə bəzən yol gedəndə düşünürəm ki, yaxşı ki, o gün qorxmadım və bu addımı attım. Bu yol asan olmayıb. Çətin günlər də olub, yorulduğum vaxtlar da olub. Bəzən tək qaldığım, bəzən də heç kimin görmədiyi yuxusuz gecələrim oldu. Amma bütün bunlara baxmayaraq dayanmadım. Çünki bir şeyi çox yaxşı başa düşdüm. Qadın öz ayaqları üzərində dayana biləndə həqiqətən güclü olur. Mən də istəyirəm ki, hər bir xanım öz gəlirini qazansın və heç kimdən asılı yaşamadan öz gücünü hiss etsin. Artıq 8 il keçib. Bu 8 ilin arxasında çox zəhmət, çox çalışma var. Amma bəzən bir şeyi çox düşünürəm. Keşke bu uğurlarımı anam görəydi. Təəssüf ki, o artıq bu dünyada deyil. Amma inanıram ki, haradadırsa, yenə də mənə baxır və mənimlə qürur duyur. Bugün isə 8 Mart Qadınlar Bayramıdır və mən də bir xanımı sevindirmək istəyirəm. Bu videoda gördüyünüz gözəl kosmetik səbəti bir xanıma hədiyyə edəcəm. Bunun üçün videonu bəyənin, təbii ki altında bir dostunuzu tag edin və mənim hər iki səhifəmi takibə alın. Bir qalib seçiləcək və bu səbət onun olacaq. Bəlkə də bugün mən bir xanımı sevindirəcəyəm. Necə ki illər əvvəl həyat mənə bu fürsəti verdi.